Bəli, bəzən olur ki, xanımlar ətri sevir, amma müəyyən səbəblərdən dolayı onlar çölə çıxarkən ətri istifadə etmirlər və yaxud da ki, edərlərsə bunun aşırı cəlbedici olmamasına diqqətlə yanaşırlar. Biz bu mövzuya sayğı göstəririk, anlayış göstəririk, amma nə etməli ki, xanımlar həm bu ətir sevgisini mütməyin etsinlər, həm də onların ətri cəlbedici olmasın. Bax, bu suala cavablardan biri də məhz bu ətirdir. Green Tea Elizabeth Arden. Elə də yeni bir ətir deyil. Tam tərsi bir zamanların məşhur səs-küy salan ətirlərindən biridir və hələ də bir çox kolleksionerlər onu axtarır və kolleksiyalarına daxil etməyə çalışırlar. Baxmayaraq ki, ətir xanımlar üçün nəzərdə tutulub, birmənalı şəkildə bunu bəylər də istifadə edə bilər. Çünki ətirin profili, ətirin notları nə feminendir, nə maskulindir. Biraz bəli, xanım ətirlərinə meyllidir. Bunu nə ilə izah edə bilərəm? Məsəl üçün, orada təbii ki, yaşıl çay var, hiss edəcəksiniz, sitrus qoxuları var. Amma mənim fikrimcə burada biraz xına qoxusu var və yaxud da ki, mən nədənsə dolayı burada xına qoxusu hiss edirəm. Mən çox sevirəm bu ətri. Sual yarana bilər ki, yaxşı, necə olur ki, siz deyirsiniz ki, cəlbedici ətir deyil, amma sizin xoşunuza gəlir. Bilirsiniz dostlar, hər dəfə bu sual haqqında mən cavab verəndə qeyd edirəm ki, afrodiziak, cəlbedicilik bu tamamilə individual bir şeydir. Mənim xoşuma gələn, mənim bəyəndiyim elə bir qoxu ola bilər ki, ümumiyyətlə heç o ətirdə də yoxdur. Söhbət burada mesaj ötürməkdən gedir. Bu ətirlə xanımlar qətiyyən mesaj ötürməyəcəklər. Rəngi də, qoxusu da, yaratdığı ab-hava da çox möhtəşəmdir. Xanımlar, sizə bu ətri tövsiyə edirəm.